Görmə qabiliyyətinə əslində zərər verə bilən gilə meyvələrin adı açıqlanıb. Mütəxəssislər supermarketlərdən alınan dondurulmuş gilə meyvələri istehlak etməyi məsləhət görmüş. Bu gilə meyvələrdə olan pestisidlər çox vaxt gözün torluq işasında yığılıb qalır. Aşağı keyfiyyətli dondurulmuş qara gilə xüsusilə təhlükəlidir. Çünki düzgün dondurulmadıqda faydalı antosiyanların 70%-dək hissəsini itirirlər deyə ekspertlər bildirir. Həmçinin gilə meyvəli az yağlı süd məhsulları da tövsiyə edilmir. Yağ olmadıqda A vitamini gilə meyvələrdən udulmur və bu gecə korluğuna səbəb ola bilər deyə qeyd edilir. Yüksək şəkər tərkibli gilə meyvələr qlükozanın kəskin sıçrayışları gözlərin mikrodamarlarını zədələyir. Onları qədərində yemək məsləhət görülür. Həkimlər həmçinin xatırladır ki, sağlam gilə meyvələr belə həddindən artıq qəbul edildikdə torluq işada allergik reaksiyalara səbəb ola bilər. Optimal doza gündə 100-150 qram təşkil edir. Hər hansı bir sağlamlıq problemi yarandıqda isə həkimə müraciət etmək tövsiyə olunur.